Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmət həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, saadəti, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genofondudur desək, səhv etməliyik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə həkimlərdən biri də Goranboy rayonunda fəaliyyət göstərən ali dərəcəli həkim nevropatoloq Azər İbrahimovdur. Azər müəllim öz işinin öhdəsindən layiqincə gələn bir həkimdir. Azər həkim özü savadlı olması ilə yanaşı ətrafına öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplamışdır. Ulu öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə, dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. O böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Azər müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.